Qədim Bayat boyundan o. Qədim türklər də var, belə bu cür xeymələrdə, çadırlarda qalırmış. Bu da onun bir kiçik nümunəsi. Gəlin birlikdə çadıra girib baxın. Bizim Boyat kəndi qədim Bayat tayfasının adı ilə bağlıdır. Oğuzun Bayat boyu. Azərbaycanda bir çox yerdə Bayat kəndlərinin adı ilə bağlı olan kəndlərimiz var. Ucarda, Neftçalada və Ağcabəddə. Və türklərin əvvəlki belə yaşayış məskənləri bu cür oldu. Bayat boyundan o qədim bayatlar